Hamıya salam, əziz dostlar. 9 aprel 2025-ci il sizi Alanya'nın mərkəzindən salamlayıram və bugün növbəti mənzil təqdimatı, kompleks təqdimatı olacaq sizə. Amma bu dəfəki çox fərqli və gözəl bir yaşayış kompleksidir. Bu inşaat şirkəti əlbəttə ki Alanya'nın ən məşhur inşaat şirkətidir. Mənzil gördüyünüz bu korpusda olacaq. Və bu inşaat şirkətinin bir çox evlərini göstərmişəm. Onlarla uzun müddətli əməkdaşlıq edirik. Və doğrudan da bu kompleksi gördüyünüz zaman, bu mənzilləri gördüyünüz zaman necə gözəl bir səviyyənin olduğunu həmən başa düşəcəksiniz. Binanın ətrafında sol və sağ tərəfində fontanlar var. Deməli, əziz dostlar, mən göstərdiyim mənzil bu korpusda olacaq. Bu hissədə olacaq. Bura 4 korpusdan ibarətdir və bu tərəfdə 2 korpus var. Bunlar arasında sadəcə nömrə fərqi var. Biri 36-cı binadır, biri bu inşaat şirkətinin 37-ci binasıdır. Baxın, burada gözəl fontanlar, balaca park. Hardasa 70 metr məsafədə artıq mərkəzi Atatürk caddəsidir. Yolun o tərəfi çimərliyidir. Komplekslərin şəxsi çimərliyi var. Orada artıq beach plyajlar, restoran beachlər filan hamısı oradadır. Biraz qabaqda Alanya Bələdiyyəsidir. Bura tam Alanya'nın qəlbidir, mərkəzidir. Kompleksə baxın, bu belə görsənir. 1 illik, 2 illik kompleksdir. 2-ci ildə artıq insanlar yaşayır. İçi möhtəşəmdir. Bizi izləməyə davam edin və sona qədər göstərəcəm sizə. Bu binalarda bizdə çoxlu satışda mənzillər var. 1+1, 2+1, 3+1, 4+1. Onlardan birini bugün sizə təqdim edəcəm. Baxın yoluna filan. Bunlar hamısı bu inşaat şirkətinin düzəltdiyi yollardır. Buralarda ümumiyyətlə belə ab-hava var, sanki bir lüks şəhərcikdəsən. Yəni çox gözəl düzəldilib, tərtəmiz, baxımlı bir yerdir. Ərazisi, önü, hər tərəfi. Digər tərəfdə də market var, fontanlar var. Çox qəşəngdir. İndi kompleksin içinə baxaq, sonra infrastrukturasına baxaq, sonra isə mənzili görəcəyik. Alanya'nın ən populyar 40-dan çox Alanya'da binası olan inşaat şirkəti yenə də inşa etməkdə davam edirlər. Burada 7/24 güvənlik var. Hər şey ən yüksək səviyyədə, inşaat materialları hamısı ən yüksək səviyyədə, xüsusi güvənlik, hər şey maksimum gözəl şəkildədir. İndi içəri daxil oluruq. İçəri daxil olan kimi belə gözəl ağaçlar, güllər, çiçəklər, yaşıllıqlar hər tərəfi bəzəyir. Bina özü çox yaraşıqlıdır, çox gözəldir. Qeyd eləmişdim, 4 korpusdan ibarətdir. 2 dənə palma ağacı. Alanya mərkəzdə yerləşdiyi üçün oturma izni açıqdır bura. Burada mənzil alsanız Alanya'da oturma izni də ala bilərsiniz. 2 dənə hovuzu var. Qeyd edeyim ki, girişlərin biri də oradadır. Baxın, A101 market. Qarşıda Migros market də var, haradasa 100 metrə məsafədə. Bu bir hovuz. Buradan indi aşağı enəcəyik, sosial arealara baxmağa, infrastrukturaya baxmağa. Spa mərkəzi var. Bu isə daha böyük hovuzdur. Binalar 5 mərtəbədən ibarətdir. Çox səviyyəlidir. Burada yaşayanlar hamısı çox məmnundur. Yatırımlıq, çox gözəl yatırım üçün ideal yerdir. Hamınızı Alanya dəvət edirik. Siz də belə yerlərdə mənzil sahibi olmaq istəsəniz, mənimlə əlaqə saxlayın. Hər qiymətə ev var. Məsələn, indi deyəcəyimiz, bu göstərəcəyimiz mənzilin qiyməti fərqli ola bilər. Burada daha ucuz və daha bahalı mənzillər də ola bilər. İndi isə infrastruktur olan yerə endik. Bura çox gözəldir. Sol tərəf var və sağ tərəf var. Qapalı havuz filan, hər şey. Yəni, mükəmməl bir yerdir. Buradan başlayaq. Burada kinoteatr, mini club, fitness, çalışma yeri, coworking, hər şey var. Baxın, bura çalışma masalarıdır. VC-lər və buradan sakinlər enirlər birbaşa bura. Göstərim sizə, qapı açıldı və burada 2 dənə lift xidmət eləyir və nərdivanla da enib qalxırlar sakinlər və birbaşa daxil olurlar qapalı infrastrukturaya. Biz başlayaq fitnessdən.
Mən videonun əvvəlində göstərmədim. Buranın şəxsi qapalı parkingi də var. Böyük parkingi var. Artıq əlbəttə ki, məlumdur ki, bu cür nə gözəl yerin qapalı parkingi olması da mümkündür, normaldır. Baxın, ən müasir, ən yeni texnologiya, qaçış alətləri filan çox yüksək səviyyədə. Kondisioner yuxarıda. Bura bizim fitnessimiz. İndi isə mini klaba baxaq. Əziz dostlar, bəzi yerlər bağlı ola bilər, bəzi qapılar. Hara açıqdır, oranı göstərəcəm. Bura sinemadır, ora bağlıdır. Çox gözəldir. Uşaqlar üçün ayrılan yerə baxın. Fikir verin, necə gözəl, səviyyəli, komfortlu, rəngbərəng, uşaqlar üçün maraqlı olsun deyə bir oyun otağı hazırlanıb. VC də içində, öz yerində. Bəli, bura Alanya'nın, bəlkə də Antalyanın ən gözəl binalarından biridir. Ən səviyyəli və keyfiyyətli binalarından biridir. İndi isə gedirik qapalı havuza. Orada bir aləmdir. Çox gözəldir qapalı havuzu. Oranı da göstərəcəm sizə. O tərəfdə isə sauna, hamam. Orada baxacağıq. İndi isə qapalı havuzun gözəlliyinə fikir verin, əziz dostlar. Belə yerdə kim yaşamaq istəməz ki? Möhtəşəm bir yaşayış kompleksidir. Alanya'da hər keçən gün daha gözəl, bir-birindən yaraşıqlı, bir-birindən səviyyəli binalar inşa olunur. Əlbəttə bu binalar inşa olunduğu zaman infrastrukturaya da xüsusi önəm verilir ki, təkrar olmasın, yenilənsin və daha da gözəl, müasir olsun. Və bu qapı yenə də insanlar buradan enirlər evlərindən lift vasitəsilə birbaşa qapalı havuza daxil olurlar və evlərinə qayıdırlar. Mən isə qayıdıram əsas hissəyə, oradan davam edək. Kamera müşahidə sistemləri hər yerdə çalışır. Bura, əziz dostlar, VIP hissədir. İndi ora daxil olmuram, insanlar istirahət edir, narahat eləməyək. Biz gedək bu tərəfə. Məsələn, ora xüsusi masaj üçün paket alsanız, sizi VIP hissəyə alırlar və orada prosedurları keçirsiniz. Burada sağ tərəfdə hamamdır, sol tərəfdə isə sauna, steam room. Başlayaq sol tərəfdən. Deməli, bura bizim saunamızdır. Çox gözəl, böyük saunadır, istidir. Bura buxar otağıdır. Burada böyükdür. Duş arxamda qaldı və relaks otağı, relaks otağı. Burada da oturub, uzanıb istirahət edirsiniz. Yerdən ısıtma da var, qızdırırsan polu, soyuq olmasın. Deməli, bu hissədə masaj otaqlarıdır, artıq ora getmirəm. Yəni, bu cür gözəllikdən sizə aydındır ki, masaj otaqları da lüks, səviyyəli, tərtəmiz. Bu hissədə də 2 dənə hamam var, hal-hazırda bağlıdır, göstərə bilmirəm. İnşallah başqa vaxt göstərərik. Bəli, hörmətli dostlar, mənzilin olduğu bloka daxil oldum. Oradan da sözün əsl mənasında bura çox gözəldir. Alanya'nın, Antalyanın, bəlkə də Türkiyənin ən gözəl komplekslərindən biridir. Baxın, bura giriş hissədir, mənzillərin olduğu hissə. Mükəmməldir yəni. İndi sizə inşallah 1+1 mənzil təqdim edəcəm. Birazdan çıxırıq mənzilə. Əziz dostlar, indi isə gəldik mənzilin olduğu mərtəbəyə və daxil oluruq mənzilə. Mənzil çox lüks, gözəl, zövqlü, çox qəşəngdir, yəni müasir, stil öz sözünü deyir. Hər şey yüksək səviyyədə. Girişdə sol tərəfdə sanuzoldur. Gold rənglərə üstünlük verilib, qızılı rənglərə. Bu mənzil 50 kvadrat metrdir. Bir balkonu var, hər iki otaqdan balkona çıxışı var. Sağ tərəfdən başlasaq, gözəl bir çırçıraq.
Mebelin rəngi pərdə ilə uyğunlaşıb. Ümumiyyətcə içəridəki tonlar, rənglər hamısı bir-birinə uyğun zövqlə bəzədilib. Texnik hamısı Siemens. Belə 3 dənə stulu olan balaca masa, böyük televizor, kondisioner yuxarıda. Yəni səliqəli gir yaşa. Heç nə lazım deyil. Burada sadəcə kef eləmək, istirahət etmək, gözəl vaxt, gün keçirmək üçün bir mənzildir. Dənizə 100 metrə, bəlkə daha az. Çimərlikdə şəxsi plyajı var. Yəni hər cür şəraiti, rahatçılığı var. Bu da balkondur, çıxaq balkona. Belə bir balkonu var. Balkona belə masa qoysanız, 2-3 dənə də stul, oturub qəşəng istirahət edirsiniz. Dəniz sağ tərəfdə qalır. Restoranlar, mağazalar, kafelər hamısı yanınızdadır. Bəli əziz dostlar, bu mənzilin qiyməti 250.000 avrodur. Amma yenə qeyd edilən bu binada, ümumiyyətcə Alanyada qiymətlər müxtəlif olur. Çünki insanlar fərqli-fərqli vaxtlarda müxtəlif qiymətlərə alırlar. Kim özünə hansı qiymət sərf edirsə, o qiymətə də evini satır. Bu evin sahibi 250.000 avro istəyir. Bəli, burada 1+1 daha uyğun evlər də ola bilər. 180'ə, 170'ə, 200'ə hər cür evlər ola bilər. Satışda 2+1 də var, 3+1 də var. Onların da qiyməti yəni özünə görədir. Belə hörmətli dostlar, Alanyanın mərkəzində ultra lüks yaşayış kompleksi, bəlkə də Antalyanın, Türkiyənin ən gözəl saya biləcəyimiz səliqəli və səviyyəli yaşayış komplekslərindən biri. 2 otaq mənzil təqdim elədim sizə. Qiyməti 250.000 avro, 50 kvadrat metr. Bu mənzilə sahib olmaq istəsəniz mənimlə əlaqə saxlayın. Belə gözəllik hər yerdə rast gəlmək olmur. Lüks həvəskarları, rahatçılıq həvəskarları bu mənzili çox rahatçılıqla ala bilərlər. Mən indi lifti göstərmədim sizə, ev yox. Yəni o da artıq təxmin edirsiniz, çox gözəldir. Yavaş-yavaş sizinlə sağollaşıram. İnşallah gələn videolarda görüşərik. Sağ olun, var olun.